Hər birinizi salamlayıram. Bugün bizə podkastın növbəti seriyasını çəkirəm və burada çox vacib hesab etdiyim və düşünürəm ki, hazırki dövr üçün də, yəni dövrümüzdə çox əziyyət çəkdiyimiz, bir çoxumuzun əziyyət çəkdiyi əsas mövzu ertələmək. Ertələməklə bağlı olacaq. Həyatımızda bir çox hallarda bir çox şeyi ertələyirik və düşünürük ki, bizim burada kifayət qədər zamanımız var ya da ki, mən hazır deyiləm və sonra başlayaram və ya da ki, mən yetərincə biliyə və ya da ki, bacarığa sahib deyiləm, sonra eləyərəm. Yox, eşi qalsın və ya da ki, bir tərəfdən iç səsiniz belə deyir ki, yox, eşi qalsın, nə edirsən, özü bu qədər əziyyət verirsən və ya da ki, sən kimsən ki, bunu bacarasan da, yəni sən onsuz bacarmayacaqsan, nəyinlə uğraşırsan da, yəni nəyin çabasıdır bu və ya da ki, nəyin inamlıdır ki, nəyə bu qədər inanırsan ki, bu kimi fikirlər başlayır arxa fonunda dönməyə və vıdı o şəkildə danışır. Və sən düşünürsən ki, belədir də onsuz və bütün motivasiyan düşür, bütün həvəsin ölür və heç bir şey etmək istəmirsən. Hətta yataqdan belə qalxmaq istəmirsən. Ertələmək əslində nə tənbəllikdir, nə də xəstəlikdir. Ertələməyin səbəbi bir çox hallarda sadəcə travma nəticəsində baş verir və bu, yəni əgər bir növ belə deyək də, insan gündəlik olaraq bir çox vacib şeyləri ertələyirsə, xüsusən də vacib ehtiyaclarına, yəni primitiv ehtiyaclarını belə ertələyirsə, bu həqiqətən çox ciddi bir siqnaldır ki, o insan dəstək alsın. Amma buradakı ertələmək isə daha çox belə deyək də, məqsəd qoyuram, amma onu etmirəm. Yəni bugün yazıram məqsədlərimi, amma sabah onun üçün addım atmıram. Və ya da ki, addım atıram, amma davamlı olmur. Məhz onlar üçündür. Ertələmək bir çoxumuzda var və ertələmək insan olduğumuzun göstəricisidir. Yəni bəzən ola bilər ki, bizdən asılı olmayan səbəblərdən dolayı biz bir çox şeyləri ertələyə bilirik. Bu həyatın bir parçasıdır və reallığıdır da eyni zamanda. Bunu bilməyini istəyirəm. Amma ertələmək bizə bəzi şeyləri də əslində özündə göstərir ki, bəlkə də biz o məqsəd hər nədirsə, hədəf, niyyət, istək nədirsə, bəlkə də onu heç özümüz istəmirik. Yəni, sadəcə bir növ belə deyək də, özümüzü sübut etmək, özümüzü göstərmək, özümüzü yaxşı qız, yaxşı oğlan, ağıllı qız, ağıllı oğlan rolunda göstərmək üçün buna tutunuruq və düşünürük ki, bu məqsəd bizimdir və bu məqsədi mən etməsəm, belə görünməyəcəm. Bir çox hallarda həmin bu rolları bir növ icra etmək üçün, hansı ki, bu rollar da geyindiyimiz maskadır və bizə kənardan ötürülüb, kənardan bir növ geyindirilib və biz ona o qədər sahiblənmişik ki, biz onu o qədər tutunuruq ki, düşünürük ki, yəni budur, başqaca mümkün deyil və sonda nə baş verir? Sonda isə hüsran. Ya ertələyirsən, başlamırsan, ya da ki, başlayırsansa da getmir, yəni bir şeylər səni trigger etmir, bir şeylər səni sanki push eləmir. Əslində, sənin əsl öz istəyin bilirsən hardadır və bunu necə bilə bilərsən. Bu, əgər səni həqiqətən də push edirsə və sənin yəni çöl dünyadakı insanların və ya da ki, çöl motivasiyaya ehtiyacın yoxdursa, bu sənin əsl öz istəyindir, özündən gəlir, yəni intuisiyandan, ruhundan, bu hər nədirsə sənin üçün, oradan gəlir, daxildən gəlir, yəni. Amma biz nə qədər ki, belə deyək də, bir qədər çöl dünyadan asılı vəziyyətə düşürüksə, ancaq çöldəki insanlardan motivasiya, yəni həvəs, nəsə bir şey gözləyirüksə, həvəsləndirməklərini gözləyirüksə, bu o deməkdir ki, əslində bu istək və məqsəd hər nədirsə, bu bizə aid deyil əslində. Yəni bu bunun göstəricisidir və bir çox hallarda burada özümüzü aldada bilirik. Əşi onsuz mən tənbələm, əşi onsuz məndə alınmayacaq, mən kiməm ki, məndə alınsın. Filan kəsin dayısı var, filan kəs yəni daha şanslıdır kimi bəhanələrə sığınmağa başlayırıq və düşürük qurban roluna. Amma əslində isə belə deyil, yəni bir çox istəklər, məqsədlər bizə aid olmaya bilir. Bir çox arzularımız, bir çox düşüncələrimiz, bir çox şeylər bizə aid olmaya bilir. Biz
nə qədər ki özümüzü tanımırıqsa və öz dərin istəklərimizi, öz kimliyimizi bilmiriksə, o qədər yəni bizim bu şəkildə bir motivasiyaya, kənardan bir növ təsirlərə ehtiyacımız olur. Amma sən gedəcəyin yolu bildikdə və nə üçün bu yola addım attığını bildikdə, yəni səbəbini və niyyətini bildikdə, əmin olduqda, niyyən güclü olduqda, onsuz sən onun üçün addım atırsan elə də belə də yəni. Və addım atdıqca, irəlilədikcə bizim motivasiyamız artır, bizim özümüzə inamımız artır, bizim enerjimiz artır və bu şəkildə, yəni balanslanır, bu şəkildə qaydasına düşür. Amma bir çoxumuz da düşünürük ki, mənim motivasiyam yoxdur, mən başlaya bilmirəm, motivasiyam artsın, motivasiyam gəlsin, başlayacağam. Əslində isə belə deyil, yəni mexanizm bu şəkildə işləmir. Bunun doğru bir növ belə deyək də, düsturu və formulu odur ki, bu istək və məqsəd mənə aiddirmi? Birincisi bu əsasdır. Mənə aiddirsə, okey, bu mənə necə bir faydası olacaq? Bunun ən azı 20 məqsəd şəklində yazmalıyıq ki, bu bizim hansı dəyərlərimizə, hansı sferalara, həyat sferalarına, yəni münasibətlərimizə, tutaq ki, bizim ailəmizlə olan bağımıza, münasibətimizə, bizim işimizlə, bizim pulumuzla, bəlkə bizim özgüvənimizə necə təsir edəcək? Bu yerlərə baxa bilmək çox vacibdir və bu yerlərə baxıb bir növ o şəkildə bir məqsəd qurduqda, məqsədlərimizi yazdıqda, onsuz yəni elə də belə də sən onun üçün push olunursan, yəni onun üçün hərəkətə keçirsən. Əgər hərəkətə keçə bilmirsənsə, demək ki, yoxla gör, yəni bu istəyin həqiqətən sənə aiddirmi, yoxsa yox. Və bu istək həqiqətən faydalıdır. Yəni səni bir neçə il müddətində, yəni ki, 1 il və ya ki 5 il sonraki versiyaya nə şəkildə təsir edəcək? Bu yerlərə baxmaq çox vacibdir. Və həmin o yerləri bir növ tutduqda və birləşdirdikdə onları və beynində artıq oturmağa başlayacaq bir çox şey və yolunu görə biləcəksən. Ondan sonra isə artıq istər-istəməz, yəni sən o yola başlayacaqsan, yəni başqa cür onsuz şey deyil, yəni heç bir, yəni bir növ belə deyək də, başqa bəhanələrə, nələrsə sığınmayacaqsan. Artıq sən əlindəki mövcud resurslarınla başlayacaqsan və eləyəcəksən, yəni ki, məsələ budur. Bir çox hallarda isə biz cəmiyyətin, kənar insanların, ailəmizin gözündə pis olmamaq üçün bu şəkildə özümüzü bir növ daha məqsədli, daha yaxşı göstərmək üçün, yəni yaxşı bir imaja, rola, statusa sahib olmaq üçün bu kimi məqsədlər qoya bilirik. Və burada sualım odur ki, niyə özünü bu qədər aldadırsan və ya aldatmağa çalışırsan? Yəni bunları etsən nə olacaq, nələri itirəcəksən və etməsən nə olacaq görəsən? Və öz həqiqi istəklərini həyata keçirsən görəsən nə olacaq? Çünki bunları nə qədər, yəni bir növ belə deyək də, aqressiyan, tutaq ki, və ya ki, travman səni tətikləyib o şeyləri elətdirə bilər. Amma bir yerdən sonra sən tükənəcəksən, çünki bu sənə aid deyil. Və həyat o şəkildə qurulub ki, sən öz dəyərlərinlə hizalı şəkildə yaşayasan və öz dəyərlərinə uyğun olmayan bu məqsədlərdir, niyyətlərdir, istəklərdir, səni yorur, səni tükəndirir. Yəni bu elə-belədən deyil, bunu bilməyini istəyirəm və öz dəyər və ehtiyaclarını araşdır, öyrən, özünə bir dön, özünə bir vaxt ayır, özünü tanı. Sonra onsuz, yəni o yol öz-özlüyündən gedəcək onsuz. Yəni sənin motivasiyaya və ya ki, hər hansı bir kənar nələrsə ehtiyacın olmayacaq. Onsuz başlayacaqsan elə də belə də. Yəni belə, bunları İstədim ki, sənlə bölüşüm və bilərsən, xatırlayasan eyni zamanda. Çünki bunlar çox dəyərlidir. Yəni bunları bilməyin çox dəyərlidir. Bilmirsən deyə bu qədər yolu azmış hiss edirsən və bu qədər, yəni şərtləndirilmiş bir sosial media, bir həyat, bir növ birlikdə serüveninin qurbanı olmusan. Ona görə də bu qurban olmamağın üçün bunları bilməyə ehtiyacım var. Belə. Növbəti seriyalarda, növbəti videolarda, görüşlərdə görüşənədək
Hələlik özünə yaxşı bax.